Bugün ikinci söhbətimizdir. Dünən axşam söhbətimizdə mövzunu müəyyən etdik. Mövzumuz insan şəxsiyyətinin müstəqilliyi, insanların müstəqil şəxsiyyətə sahib olmasının dəyəri, önəmi idi. Bu mövzunu bugün də davam etdiririk. Amma kiçik bir müqəddimə ilə bu mövzuya daxil olmaq istəyirəm. Bu elə bir müqəddimədir ki, keçmişdə buna toxunmuşuq. Yəni sizə tanış mövzulardır, məni dinləyən adamlara. Amma yenə də düşünürəm ki, dəfələrlə qayıtmaq lazımdır bu mövzulara və bugün də öz mövzumuza müqəddimə olaraq mən bunu seçmişəm. İnşallah əlaqəsini göstərəcəm sizə. Bəzi əxlaqi xüsusiyyətlər var, əxlaqi keyfiyyətlər var. İnsanların ictimai həyatında, ictimai proseslərdə, hətta deyərdim ki, tarixin gedişatında rolu böyüdür. Zahirən baxırsan, fərdi bir əxlaqi keyfiyyətdir, bir insanın içindədir. Mənfi keyfiyyətlərdən bəzisinə işarə edəcəm. Baxırsan, fərdi bir xüsusiyyətdir, bir əxlaqi naqislidir. Fərdi kimi görünür, amma ictimai proseslərə təsir göstərir, deyərəm, hətta onların istiqamətini dəyişir. Məsələn, həsəd, biz ona paxıllıq deyirik. Paxıllıq mənfi əxlaqi keyfiyyətdir. Hamımız tanıyırıq, hamı da bilir ki, bu pis bir şeydir. Bəziləri özündə bunu görəndə qətiyyətlə onunla mübarizə aparır, bəziləri də ciddiyə almır, barmaq arası yanaşır. Amma biz Qurana baxdıqda görürük ki, bu əxlaqi keyfiyyət tarixin başlanğıcında bir cinayətə səbəb olub və bütün tarixin gedişatına təsir göstərib. Bütün ictimai proseslərə, tarixin inkişafına təsir göstərib. Quranda danışılır Habillə Qabilin əhvalatı, dastanı. Quranda bu danışılır. Həzrət Adəmin 2 övladı var. Habil fəzilətli adamdır, Qabil yox. Qabil ürəyində həsəd olan bir insandır. Qabil Habili öldürür. Tarixin başlanğıcıdır bu. Tarixin başlanğıcıdır. Qabil vurur, Habili öldürür. Niyə görə öldürür? Həsəd səbəbindən. Onda olan fəziləti həzm eləyə bilmir. Onda olan üstünlüyü həzm eləyə bilmir. Tarix belə başlanır. Və tarixin gedişatına baxırsan, bu bir dənə əxlaqi keyfiyyətin tarixdə nə qədər rolu olduğunu görürsən. Müharibələrə səbəb olur. Bu həsəd bir fərdi xüsusiyyətdir, amma bundan qaynaqlanan məktəblər meydana gəlir. Bəzi məktəblər var ki, məsələn, bəzilərinə aiddir əlbəttə, sol ideyalarını təbliğ eləyir, amma baxırsan ki, ardıcıllarının əslində həsəd hissinə istinad edir. Bir məktəb formalaşır, bir düşüncə sistemi formalaşır. Qaynağına baxırsan, insan xisləti olan bir həsəd yanır qaynağında. Bütün tarixin gedişatını təsir altına alır. Fərdi xüsusiyyətlər, bəziləri o qədər də fərdi deyil. Bir insanın içində yaşayırsa, kənarda olan proseslərə təsir göstərir. Məsələn, təkəbbür də belədir. Hamı bilir ki, insan təvəzzökar olmalıdır, təkəbbür adamı hörmətdən salır. Bunu hamı bilir. Amma bu sıradan bir mənəvi keyfiyyət deyil. Bir cəmiyyəti bədbəxt eləyəcək gücündədir. İnsanların içində bu varsa, bu proseslərə təsirsiz ötüşmür. Yəni, nəyə demək istəyirəm? Bəzi xüsusiyyətlər belə demək mümkündürsə, əxlaqi xüsusiyyətdir, amma tarixi yaradan xüsusiyyətlərdir. Tarixə istiqamət verən, tarixi proseslərə təsir göstərən.
O elə xüsusiyyətlərdir ki, insanın dünya görüşünü dəyişir. İnsanlar bu və ya digər şəkildə nə üçün düşünür? Çox zaman bu xüsusiyyətlər təsir göstərir insanların dünya görüşünə, əqidə seçiminə. Bəzi əxlaqi keyfiyyətlər strateji rol oynayır insan və cəmiyyətin həyatında, bəşərin tarixində. Bəzi sifətlər var, özü-özündə o qədər də mühüm olmasalar, bəzi tarixi dövrdə onlar da proseslərə təsir göstərə bilir. Məsələn, misal çəkim. Həzrət Fatimənin bir xütbəsi var. Həzrət Fatimə 18 yaşında olanda bu xütbəni oxuyub, Mədinə cəmaatına müraciət edir, Mədinəlilərə. Mədinə cəmaatına 2 irad bildirir xütbənin əvvəlində. 2 irad bildirir. 2 xüsusiyyətindən danışır bu cəmiyyətin, bu insanların. Amma bu 2 xüsusiyyət o dövrün faciəli hadisələrinə səbəb olur. Fatimiyyəni yaradır. Həzrət Fatimənin nalələrini batırır. Sözünün çatmasına imkan vermir. Cəmaatda olan bu 2 xüsusiyyət. Hansı xüsusiyyətdir? Həzrət Zəhranın dili ilə deyim sizə. Məaşirən nas, ey insanlar, Mədinəlilərə deyir. Əl-musri'ati ilə qeylil batil, əl-muğziyyəti aləl fi'lil qəbihil xasir. Deyir, ay batil sözə, əsassız sözə tələsən cəmaat. Həzrət Zəhranın görün nə dərəcədə o cəmiyyəti tanıyır. Deyir, ay nahaq sözə, batil sözə, əsassız sözə tələsən cəmaat və ay ziyan vuran pis xüsusiyyətlərə göz yuman cəmaat, cəmiyyət. 2 xüsusiyyət. 1. Əsassız sözə tələsənlər. 2. Ciddi nöqsanlara göz yumanlar. Bu 2 xüsusiyyət Mədinə cəmaatında var. Bir şayə düzəldirsən, inanırlar. Bir şayə düzəldirsən, bu hər yerdə var. Bugün də var. Əsassız bir dənə söz düzəlt danış, qulaqdan qulağa, dildən dilə deyəcəklər, eşitdin də, xəbərim var, filan şey oldu. Bilirsən, filan kəsindən nəyi var? Əsassız, batil bir sözü bəziyib, düzüyüb insanlara yayırsan, insanlar da ona doğru tələsir. Həzrət Fatimə bu xüsusiyyəti qabardır. Xəbərin düzlüyü, səhvliyi onları maraqlandırmır. Nə qədər cazibəli olsa bir o qədər təsirinə düşürlər. Gebelsin bir sözü vardı, deyirdi, yalan nə qədər böyük olsa daha çox inanırlar. Daha çox inandırmaq olur. Bu xüsusiyyət pis xüsusiyyətdir. Bir cəmaatda bu xüsusiyyət varsa, təhlil eləmədən, yoxlamadan şayələrə inanmaq, adamlar haqqında dezinformasiyaları təsdiqləmək, ağızdan ağza ötürmək, tez batil sözə tələsmək, bu pis xüsusiyyətdir. Amma bu xüsusiyyət hər yerdə var. Çox yerdə var. Çox yerin cəmaatında bu xüsusiyyət var. Amma bəzi tarixi şərait yaranır ki, cəmaatın bu xüsusiyyəti böyük bir faciə yarada bilir. Mədinə cəmiyyətində belə bir şərait var idi. Mədinə cəmiyyətinin o xüsusiyyətə sahib olması həmin o tarixi dönəmdə, həmin o dövrdə gəlir nəyə çatır? Ona çatır ki, Həzrət Fatimə qərib qalır. Sözü eşidilmir həmin o cəmiyyətdə. Olmayan şeyi düzəldirdilər, cəmaat da qəbul eləyirdi. Həzrət Fatimə deyir, ona görə siz haqq sözü eşitmirsiniz. Çünki batil sözə tələsirsiniz. Belə demək mümkünsə, bu xüsusiyyət strateji rol oynayır insan cəmiyyətinin həyatında, ictimai-siyasi proseslərdə. Bəzi əxlaqi xüsusiyyətlər var. Onlar hər bir şəraitdə mənfi təsir göstərir ictimai hadisələrə. Məsələn, həsəd, təzdən misal çəkirəm. Paxıllıq hissi, həsəd hissi sıradan bir pislik deyil. Pisliklərdən biri deyil. Ümumiyyətlə, biz yaxşılıqları da, pislikləri də olduğu kimi tanımalıyıq. Yaxşılıqlar da bir sıraya düzülmür, pisliklər də. Onun daha pisi var, daha yaxşısı var. Pisliklərin də ən rəzili həsəddir. Bu sıradan bir adi əxlaqi keyfiyyət deyil, mənfi əxlaqi keyfiyyət.
Bu tarixin gedişatına olduqca mənfi təsir göstərən və tarixin xəttini müəyyən edən bir xüsusiyyətdir. İstiqamətini müəyyən edən bir xüsusiyyətdir. Quranda buyurur ki, Əm yəhsudunən nas alə ma atahumullah min fadlih. Deyir, Allahın deyir, bəxş etdiyi neymətlərə həsəd mi edirlər? Allah bəzilərini cəmaatın içindən seçir, onlara fəzilətlər verir. Onlar övliyalardır. Və cəmiyyətin mənəvi durumunu bilmək istəyirsənsə, namazdan, orucdan daha mühüm cəmiyyətin o övliyalara münasibətidir. Bunu mən çox demişəm. Bugün mövzu bu deyil, bu müqəddimədir bugün. Amma yenə də üzərində dayanmaq istəyirəm. İnsanların övliyalara münasibəti, cəmaatın içində fəzilətli adamlar yaşayır. Cəmiyyətin mənəvi durumunu müəyyən eləmək istəyirsənsə, bax gör, cəmiyyət fəzilətli adamlara hansı münasibətdədir. Bu, cəmiyyətin mənəvi durumunun göstəricisidir. Xüsusilə də o fəzilətli adamlar əmr sahibi olsa, məsələn, Peyğəmbər imamlar kimi, orada qıcıq yaradır insanlarda, xəstə insanlarda, onlara təslim ola bilmirlər. Təslim bu mənada ki, təvazökar ola bilmirlər onların qarşısında. İmam Hüseyn əzadarlığının bir üstünlüyü bundadır ki, İmam Hüseyn əzadarlığı həmin o həsəd xislətinin kökünü qəlbdən çıxartmağa xidmət eləyir. Bu balaca iş deyil bu. Hər bir İmam Hüseyn məclisi qəlb üzərində bir iş görür. Bu sifəti qəlbdən çıxardır. İmam Hüseyn məclisi istəyir ki, biz qabil olmayaq. Nə mənada? O mənada ki, biz indi evlərdə bu məclisi dinləyirlər. Hər ildə bu məclislər təşkil olunurdu. İnşallah gələcəkdə də canlı yenə də Allahın köməliyi ilə məscidlərdə təşkil olunacaq. İnsanlar gəlir, toplaşır. Nə üçün? O məclisin təsiri nədən ibarətdir? Allah övliyasına təzim edirlər. İmam Hüseyn əleyhissalam bu işi bizim ruhumuz üzərində görür. Mən dəfələrlə demişəm, tarixdə elə belə qeyd eləmir, Allah. Hə, Adəmin 2 oğlu var idi, nağıl danışsın bizə. Biri paxıllıqdan vurdu, birini öldürdü. Hə, heç nə elə belə danışdım da, siz 200'də olun, elə belə bir maraq üçün danışdım. Bunu demir. Deyib, bu yaradılışın əvvəlində olan bir hadisədir. Yaradılışın insan tarixinin, bəşəriyyətin tarixinin süjet xəttidir. Ana xəttidir, bunun üzərində işləyin. Məsələ bundadır, əsas düyün bundadır. Nə vaxt insan cəmiyyəti fəzilətliləri öldürməyəcək, onlara gözünün üstündə yer verəcək, insanlığın xoşbəxtlik dövrü onda başlayacaq. O ki, deyirik, zuhur, imamın gəlişi, imamın zuhur eləməsi, bu deməkdir. Əsas məsələ budur. Allah əsas xətti müəyyən eləyir tarix üçün. Başa salır, bir dastan timsalında. Bir dastanın timsalında tarixi yığcam şəkildə göstərir ki, ay insanlar, bəşəriyyət, əsas problemin budur, bunun üzərində deyən, bunun üzərində işlə. Təziyə nə deməkdir? Əzadarlıq. Cəmaat İmam Hüseynə ağlayır, yanır, qəmlənir. Nə deməkdir? Mənası nədir? Təziyyənin mənası budur ki, yəni insanlar fəzilətliyə göz yaşı tökür. Fəzilətliyə göz yaşı tökür. İmam Hüseyn bunun üçün fədakarlıq eləyib ki, bu həsəd hissini ürəyimizdən çıxartsın. İmam Hüseyn öz məzlumiyyəti ilə gəlir bizə bu işdə kömək eləyir. Həsədi qəlbdən çıxartmaq ağrılı işdir. İmam Hüseyn bütün ağrılı işləri asanlaşdırıb, rahatlaşdırıb. Allahın planıdır bu. Bu həlledici mənfi xislət, paxıllıq hissi ki, insanlarda var. Buna mütləq zərbə vurulmalıdır. Çünki buna əlac olsa tarixin gedişatı dəyişəcək. Bunun üçün böyük bir hadisə yaradıb Allah Kərbəlada. Fəzilətliyə əza saxlayırsan ki, səndə paxıllıq olmasın. İmam Zaman zuhuru təsadüfi deyil ki, deyir, 12-ci imam gələndə deyəcək, mən Hüseynin oğluyam, onun oğluyam. Ne üçün? Çünki özünə paxıllıq yarana bilər axı. Bax, bəşəriyyətin dediyi əsas problemi budur ki, övliyanı, Allah dostunu qüdrətdə görəndə başlayır ona paxıllıq eləməyə və onun qarşısını kəsir və tarixin gedişatını dəyişir.
İmam Zaman ona istinad edəcək ki, bax, həmin o qətligahda doğrananın oğluyam ki, paxıllıq hissini ram eləsin. O vaxtacan cəmaat onu tanıyacaq İmam Hüseyni. Ona görə də adam deməsin ki, məsələn, əzadarlığa getdik, yaxud da əzadarlığa baxdıq evdən, getmək imkanı yoxdur indi. Cəmaat deməsin ki, hə, hal tapdıq, ləzzət aldıq. Bəli, bunlar var, amma bu təkcə hal vermək deyil, bu sənin üzərində mühüm bir iş görür, özünün də xəbərin yoxdur. Sənin ürəyindən həsədin kökünü çıxartmaq üçündür bu. Sən demə, getdim, hal tapdım. Denə, ne bunu hal tapdın, yaxşıdır. İmam Hüseynin gözəlliyi bundadır ki, bunu gözəl halla eləyir. Məclisində hal yaranır, ləzzət. Keçən illərdə danışmışıq. Bu qəmin bir ləzzəti var. Qəmlər hamısı acı deyil. Qəmlərin hamısı acı deyil. Bəzi qəmlər var, acıdır, adam ondan qaçır. Bu elə bir qəmdir ki, adam qaçmır, həsrətini çəkir hər il. Çünki buna ləzzət var bu qəmdə. Nə üçün bu ləzzətlidir? Keçən illərdə danışmışam. İmam Hüseyin gəlir, o həsədi ləzzətlə çıxardır sənin içindən. İmam Hüseyin olmayanda sən gərək ağrı çəkəsən, acı çəkəsən, mənfi xislətlə mübarizədə çox ağır acılar çəkir, adam zəhmət çəkir. İmam Hüseyin bu xislətə zərbə vurmaq üçün şəhadətə çatır. Bir missiyası budur, əlbəttə bir missiyası. Missiyası çox genişdir, bir cəhəti budur. Bunu da danışmışam, bir daha təkrar danışıram. Əmras adında adam eşitmişsiniz. Əmras çox rəzil, çirkin, alçaq insanlardan biri olub, üzr istəyirəm ifadəmə görə. Muaviyyənin vəziri olub, belə demək mümkünsə və Həzrət Əli əleyhissalamla da döyüşdə Muaviyyəyə məsləhətlər verirmiş. Onun bir oğlu olub, belə deyək də, dırnaq arası desək, bəş dindardır. Yəni, məsələn, necə? Peyğəmbərin dövründə bu cavan olur, çox cavan. Hər gün oruç tutur. İş öyle çatır ki, Peyğəmbər ona deyir ki, hər gün oruç tutma, hərdən bir tut. Bu deyir, hər gün tutacam. Bu Peyğəmbərdən də qabağa keçir. Mən hər gün oruç tutacam. Ömrünün sonunda deyir ki, gözlərim ona görə tutuldu. Peyğəmbərin məsləhətinə qulaq asmadım. Yəni, bunun, belə deyək də, bioloji, fizioloji təsiridir. Orucun, hər gün il boyu tutmağın bədəni qurudur. 3 günə bir Quran xətm eləyirdi, Peyğəmbər deyirdi ki, lazım deyil bu qədər. Başqa işlərlə də məşğul ol, Quran da oxu. Biz olsaydıq, deyərik, nə gözəl, imanlı qardaşdır bu. Bəzən belə baxıraq adamlara, kim biraz belə çox canfəşanlıq elədi, deyirik, əhsən, imanlı qardaşdır. Səs-küyü çox alana deyirik hərdən. Qəribə də bir ziddiyyətli adam olub, amma axırı da bir fərri bir şeylə qutarmayıb bu insanın. Əmras bundan məsləhətləşir, atası. Deyim, mən Əliyə qoşulum, ya Muaviyyəyə, Muaviyyə məni yanına çağırır. Cavab verir ki, dünya istəyirsənsə Muaviyyəyə qoşul, axirət istəyirsənsə Əliyə. Atası gedir Siffeyində Həzrət Əli ilə döyüşməyə, bu da onun yanında gedir amma. Amma deyim, mən ox atmayacam. Qəribə bir adamdır, ox atmayacam. Bunlar niyə dedim, bu həmin bu adam danışır, Əmrasın oğlu. Deyir, bir gün məsciddə oturmuşduq, Peyğəmbər dedi ki, indi gələn adam cənnətli idi. Biz də oturub baxırıq ki, kim gələcək? Hamımız axırımız istəyir cənnətli olaq da, bu bəxtəvər kimdir? Peyğəmbər deyir, bu cənnətli idi. Gördü bir yaşlı kişi daxil oldu məscidə, dəstəmaz ala-ala. Dəstəmazın suyunu quruda-quruda daha doğrusu. Keçdi, namaz qıldı, mən deyib buna göz qoydum. Dedim ki, görəcəm, mən maraqlanacam, işin axırına çıxacam. Ki, bunda nə var ki, bizdə yoxdur? Hansı xüsusiyyət səbəbdir ki, bu cənnətə gedəcək? Deyir, getdim, yalan uydurdum. Dedim ki, atamla vuruşmuşam. İcazə versin, sizdə qalım bu neçə günü. Deyir, icazə verdi. Dedi, gəl qal. Getdim, 3 gün deyir, qaldım. Gecələr fikir verirəm, bu neynir ki, cənnətli idi, görürəm heç nə, namazını qıldı, axşam namazını yatdı, səhər durdu, sübh namazını qıldı, getdi, işinin dalıca. Yenə gəlir, mən yenə xüsusi əməl axtarıram bundan, bu neynir axı, nə əməlin sahibidir, gördüm heç nə.
Məsələn, saatla Quran oxumur. Bunun özü axı bu işin ustasıdır. Quran, namaz, oruc. Gör, bunda bu şeylər yoxdur, heç nə yoxdur. Axırda 3 gündən sonra deyir ki, mən gedirəm, yalan demişdim sənə, atamla dava eləməmişəm. Gəlmişdim, görəm ki, sən ne üçün cənnətliysən? Peyğəmbər sənin haqqında dedi ki, sən cənnətliysən. Sən adi adamsanmış ki. Deyir, mən bilirəm ki, mən adi adamam. Bəs axı, Peyğəmbər sənin barəndə deyib, axı, sən cənnətliysən. Nə üçün? Deyir, valla Peyğəmbər lütf eləyib, mən belə bir xüsusi işim yoxdur. Sanki müsahibə alır ondan. Danış görək, nə inirsən? Bu da deyir, valla gördüyün, vacib namazlarımı qılıram, yatıram, dururam, gedirəm, işimə gəlirəm. Yox, səndə nə var? Danışdırır, danışdırır. Deyir, hə, bir xüsusiyyətimi deyim. Birində bir neymət görəndə narahat olmuram. Ürəyim sevinir. Deyirəm, nə yaxşı, Allah kömək olsun, nə yaxşı bunda var. Xoşum gəlir adamlara neymət gələndə. İstər maddi, istər mənəvi. Heç kəsin neymətində gözüm yoxdur və sevinirəm. Barmağını dişləyir bizim dillə desə. Deyir, hə, bu xüsusiyyətdir ki, səndə var, bizdə yoxdur. Baba, həmin o şeydir. Məndə yoxdur. Bax, budur sənin cənnətli olmağına səbəb. Baxma, mən çox oruç tuturam, çox namaz qılıram. Səndə bu imiş səbəb buna. Strateji əhəmiyyətə malik olan tarixin gedişatında xüsusiyyətlərdən biri həsəddir, paxıllıqdır. Xüsusən bir adamda fəzilət varsa, ona münasibətimiz çox mühümdür, çox önəmlidir. Bu o qədər mühüm xüsusiyyətdir ki, hər gün biz gərək həsədlə, paxıllıqla mübarizə aparaq. Hər gün. Hardan götürdüm bu sözü? Necə yəni hər gün? Bax, buradan götürdüm. Namazda Fatihə surəsi oxuyuruq. Hər gün deməlikdə. Yeganə surədir ki, vacibdir oxunması. Quranın heç bir surəsinin oxunması vacib deyil. Məsələn, İxlas oxunmaya bilər, başqa surə oxuna bilər. Fatihə oxunmalıdır hər gün. Fatihə surəsini biz hər gün oxuyuruq. Bunun harasında var paxıllıqla mübarizə? Bəyən Fatihədə paxıllıq sözü keçir, xeyr. Bəs harasındadır? Fatihənin bax burasındadır. Deyirik ki, İhdinas sıratal müstəqim. Bizi doğru yola yönəldi. Sonra sıratəl-ləzīnə ən'amtə aleyhim, neymət verdiyin kəslərin yoluna. Yəni, neymət verdiyin kəslərə paxıllıq eləmirəm. Əksinə, onların yolunu göstər, düşüm dallarıca gedim, arxalarıca düşüm gedim. Yəni, mən birinin neymət sahibi olmasını rahat qəbul edirəm. Fatihə surəsinin mənası budur. Rahat qəbul edirəm. Neymət verdiyin kəslərin yoluna. Mən demirəm, niyə ona verdin, mənə vermədin? Mən bu işlərlə işim yoxdur. Sən hikmət sahibi, sən bilirsən. Mən birində neymət gördümsə, məni də onun yoluna hidayət elə. Yəni, mən qabil deyiləm ki, Habil öldürüm. Nəinki qabil deyiləm. Mən nəinki etiraz eləmirəm. Hələ deyirəm ki, düşüb onların izi ilə getmək istəyirəm mən. Bax, bu Fatihə surəsinin dərsidir. Mən istəyirəm, düşüm onların izi ilə gedim. Bu təvazö xüsusiyyətidir. Böyüklərin dalıca getmək. Amma kör-körana yox, ona işarə eləyəcəm. Allah elə deyərdi ki, İhdinəs sıratəl müstəqim və səlam, qutarardı bundan. Söz bir cümlədə, bizi doğru yola yönəldi. Yox, davam edir, konkretləşdirir, doğru yol nədir? Hamı deyir, axı, mən doğru yoldayam. Kim deyir, mən səhv yoldayam? Doğru yola meyyar müəyyən edir, konkretləşdirir. Neymət verdiyin kəslərin yoluna. Yəni, doğru yolda olub-olmamağın ölçüsü var, meyyarı var, göstəricisi var. Bu göstərici nədən ibarətdir? Sənin fəzilət sahiblərinə münasibətin. Bu göstəricidir. Düşüb dalıca gedirsənsə, bu göstəricidir. 3 yaşdan bu xüsusiyyət insanda yaranır. 3 yaşdan. Və ona görə deyirlər, neçədən uşaq olsa ailədə yaxşıdır ki, uşaqların arasında bu xüsusiyyət yaranır. Uşaqlıqdan, uşaq bu xüsusiyyətlə mübarizəyə başlayır. 3 yaşda mübarizə olmur tədricən ki, o mübarizədə formalaşsın. Mən deyərəm, Allahın bəşəriyyətdən götürdüyü əsas imtihanlardan biri paxıllıqla bağlıdır, həsədlə bağlıdır. Bu çox önəmli bir məsələdir. Bu elə bir xüsusiyyətdir ki, müaviyyələr yaradır. Təlhələr yaradır, zübeyrlər yaradır. Bunu mən demirəm, amma Həzrət Əli əleyhissalam deyir ki, sənin bütün bu davaların bəhanəsi başqa şey də olsa, mən bilirəm ki,
şeytan necə Adəmə səcdə eləmədi, nə səbəbdən, sən də o səbəbdən bizim böyülüyümüzü həzm eləyə bilmirsən. Ona görə bu davalar düşür, bu müharibələr düşür. Bu sifətlərdən biri deyil, yenə də deyirəm. Bir dənə pis xüsusiyyətlərdən biri də paxıllıqdır, yox. Həsəd çox köklü bir pis xüsusiyyətdir. Ona görə mən bunu tez-tez toxunuram. İndi gələk mövzumuzun üstünə. Burada izah olunmalı məqamlar var ki, mən çətinlik çəkirəm. Bu çətinlik də mənim dilimin nöqsanlı olmağındandır. Dinləyicilərdən deyil, mənim özümün nöqsanlı olmağımdandır, dilimin nöqsanlılığındandır. Qorxuram ki, düzgün çatdırmayam. Ona görə də mən tövsiyə elədim, evlərdə insanlar bu söhbəti izləyirsə, elə hesab eləsinlər, məclisdədirlər, ədəblə otursunlar və dinləsinlər. Mənə ədəb göstərməsinlər, İmam Hüseynə ehtiram əlaməti olaraq. Mövzumuza gəlirəm, insan müstəqildir ya kimdənsə asılıdır. Bu xüsusiyyət çox önəmli xüsusiyyətdir. İnsanların müstəqil olub olmaması tarixin, ictimai hadisələrin gedişatına ciddi təsir göstərir. Ciddi təsir göstərir. Bəzi adamlar var, ruhiyyələri müstəqildir, azad ruhludurlar. Bu insanlar fəzilətli insanlardır. Bəziləri də var, həmişə kənardan onları yönləndirirlər. Özləri də bilmir, o qədər incə bunların ruhunun üzərində işləyirlər. Özü deyir ki, mənim fikrimcə, dünən də dedim, mənim fikrimcə belədir, də başa düşmür ki, mənim fikrimcə, bu nəticəyə sən gəlincə, sənə nə qədər təsirlər oldu yolda. Səni necə manipulyasiya elədilər, axırda sən elə bildin, sən bu nəticəyə gəlmirsən. Sən təsirə düşdün, bu nəticəyə gəldin. Hətta müsbət bağlılıqlar da müstəqil şəkildə olmasa, onlara görə də adamı qınayırlar. Adam getsin bir Allah dostuna bağlansın, övliyaya, məsələn İmam Hüseynə, məsələn Peyğəmbərə. Əgər küyə düşüb gedibsə, əgər təsirə düşüb gedibsə, onu da qəbul eləmirlər. Allaha lazım deyilsən kiməsə bağlanasan, niyə bağlanmısan bu önəmlidir, necə bağlanmısan bu önəmlidir. Cəmaat 3-cü xəlifədən sonra axışdılar, gəldilər Həzrət Əlinin evinə. Deyir, o qədər böyük izdiham vardı, Həsənlə Hüseyn az qaldı, ayaq altda qalsın. Həsənlə Hüseyn uşaq deyildi, yeni cavan idilər. Deyir, o qədər özü yazır, Nəhsül Bəlağədə danışır. Deyir, cəmaat elə üz gətirdi mənə ki, yəni övladlarım ayaq altında qalacaqdılar. Həzrət Əli çıxır onların qarşısında nə danışır? Deyir ki, gedin başqa adama tərəf. Mən sizin adamınız deyiləm. Baxsın deyərsən, niyə? Axı sən imamsan, haqq sənin tərəfindədir. Özü istəyirsiniz ki, cəmaat haqqa tərəf gəlsin. Sənə tərəf gəlib, niyə? Çünki bilir ki, cəmaat küyə düşüb gəlib. İctimai fəza sürükləyib onları Həzrət Əliyə tərəf. Əgər küyə düşüb gəlirsə, o qədər fərqi yoxdur. Əliyə tərəf ya Muaviyyəyə tərəf. Fərqi yoxdur. O qədər də fərqi yoxdur. Nə səbəbdən gəlmirsən, bu önəmlidir. Bəzi adamlar qüdrətə tabidir sadəcə. İndi qüdrət bugün Əlidə də ona tabidir. Fərq eləmir. Sabah bir başqasındadır, qüdrətin qarşısında təslimdir deyə gəlib. Həzrət Əli deyir, mənə belə gəlmək lazım deyil. Müstəqil qərar verib, ağılla ölçüb, biçib gəlməliydin. Qüdrətə təslim olmaq, belə deyək, səbəbindən yox. Adam var, baxır, qüdrət hardadan o tərəf gedir. Bu asılı adamdır. Asılı, zəif adamdır, aciz adamdır. İbn-i Mülcəm dilindən Həzrət Əli düşmürdü, inanırsınız. İbn-i Mülcəm haqqında deyirlər ki, pərvanə kimi Əlinin başına dolanırdı. Tarixdə belə deyirlər. Bilirsiniz, İbn-i Mülcəm axırda Həzrət Əlinin qatilidir. Qatili olur, Həzrət Əlini qətlə yetirir. Bax, həmin o havaya düşüb gələnlərdən idi. Həzrət Əli birinci gün dedi ki, sən mənim qatilimsən. Bəzilər gəlir, dedi, ya Əli, səni sevirəm. Həzrət Əli dərhal dedi, yalan deyirsən. Sənin özün də, dinləyəcəkən, axı, mən sevirəm. Dedi, sən özü də aldatmısan, bilmirsən. Sən düşmüsən, havaya gəlmirsən. Mən bilirəm ki, sən mühit səni gətirib, yönəldib mənə. Hətta müsbət bağlılıqlar belə müstəqil seçim əsasında deyilsə, din bu müsbət bağlılıqları da qəbul eləmir. Kim Allaha tərəf getsə,
Birinci sual budur, nə üçün gəlib? Necə gəlib? Öz qərarı ilə müstəqil qərar qəbul edib, yoxsa məhəllə uşaqlarına qoşulub gəlib? Məhəllə uşaqlarına qoşulub getmək olar, amma qərarla gəlib, yoxsa bunlar bura gəlib, məsələn, məhəllə uşaqları məclisdən uzaq, içməyə geçsəydi, orada gedəcəkdi. Həmin məntiqlə gəlib. İndi sadəcə bunun bəxtinə belə düşüb ki, məhəllə uşaqları məscid əhlidir, bu da onlara qoşulub gəlib. O qədər qiyməti yoxdur heç. Hətta adam haqqa da belə bağlansa, Allah deyir, mənə lazım deyil bu. Müstəqil olun, şəxsiyyət olun, azad olun, şuurlu seçim edin, təsirlənməyin, haqla bağlı olsa belə. Pasiv insan olmayın, mühitə tabe yaşamayın, mühiti formalaşdırın, təsir qoyun, müsbət təsir, başqalarını qul eləməyin, nə övrülər kimi, yox. Təsir qoyanda da qarşındakının şəxsiyyətinə hörmət eləyərək qoy. Bəzən biz hərdən cəmaatı dinə çağırmaq üçün o qədər belə hay-küy salırıq ki, o qarşındakına hörmətsizlikdir. Çox da bəzəmə, sən onu təhqir eləyirsən ondan. Qarşındakını təhqir eləyirsən, uşaq deyil. De, aram-aram, çatdır, ürəyin yansın, amma təbliğatda ifrata getmə. Adam var, İngilis bayrağıdır. Bu sözü bizdə işlədirlər, İngilis bayrağı. Külək o yana əsir, o yana gedir, bu yana əsir, bu yana gedir. Küyə düşür, bütün qərarlarını mühit formalaşdırır, kənardan təlqinlər nəticəsində qərarlara gəlir. Neyiniyim ki, söhbətin içindən söhbət çıxır, burada da bir dənə haşiyə çıxmalıyam. Çünki sərhədlər o qədər incədir ki, qorxuram çaşqınlığa səbəb olsun söhbətlərim. Keçmişdə buna toxunmuşam, yadımda da Həzrət Fatimənin Əyyam Fatimiyyəsində bir dəfə bu mövzuya toxunmuşam, yenə də toxunmaq istəyirəm. Heç də hər bir dəyişkənlik mənfi deyil, bunu da yadda saxlayaq. Heç də hər bir mövqe dəyişikliyi asıllıqdan xəbər vermir. Bir hədis var, deyir, mömin dağ kimidir, bunu eşitmişik. Bir hədis var, deyir, mömin sümbül kimidir. Məsəlül mümin kəs sumbulə. Sumbulə ilə ərəb sözüdür. Mömin sümbül kimidir. Onu külək deyir, o yan-bir-yana tərpədir. Bəs səhərdən deyirdin ki, adamı külək o yan-bir-yana tərpətməz. Adam möhkəm olar. Külək gələn tərəfə əyilməz. Bəs bu hədisi necə izah eləyək? Bəs bu nə deməkdir? Biri var ki, kiminsə təsirinə düşüb gündə bir mövqeyə düşmək. Biri də var şəraiti dəyərləndirib, şəraitə adekvat ağılla yeni mövqedə dayanmaq. Bunlar fərqli şeylərdir. Biri var kimlərsə səni gündə bir təsirə düşürsən, gündə bir mövqedəsən, bir də var yox. Şərait dəyişir, sən də ağılla müstəqil, heç kəsdən təsirlənmədən qərar verirsən, deyirsən, indiki situasiyada adekvat davranış budur. Sabah başqa cürdür. Bu dəyişmək müsbətdir. Əleyhissalam bir gün qoşunun başında dayanır, ölümünə qədər vuruşur, bir gün evində oturur, dizini qucaqlayır, sakit dayanır. Bax, bu dəyişməyin ikisinin də arxasında məntiq dayanır, ağıl dayanır, şəraiti düzgün qiymətləndirmək dayanır. Bu cür dəyişkənlik başqa şeydir. Bu, havaya düşmək, təsirə düşmək, küyə düşmək deyil. Bu əksinə ruhun təvazökarlığıdır. Adam var dindən 5 dənə şey götürüb, vəssalam, başqa heç nə eşitmək istəmir. Deyirsən, qardaş, belə olmaz, deyir, yox. Bəs filan hədislər. Bunun ruhu coddur. Bəzi yerdə cod sözü işlənir, kobuddur. Sümbül kimi deyil bu. O sümbül kimi olmaq təvazökarlıq əlamətidir. Hökm dəyişir, şərait dəyişir. Sən dinin bir gün bu hissəsi var, sabah başqa digər hissəsi var. Hamısını zamanında eləməkdir. Amma qərarı gərək ağıl versin. Hisslər yox. Kiminsə təsiri yox. Bu şəkildə dəyişmək düzdür. Məsələn, biz bir dənə uşaq görən kimi səsimizi naziləşdiririk də. Məsələn, bir uşaqla danışmaq yaxşı şeydir də bu. Nə qədər böyük adam olursansa, ol bir uşaq görən desə, ay can, ay Allah, maşallah, ya başlayırsan onunla qəribə bir nazik səslə danışmağa. Bu mənfi bir şeydir, yox. Bu ruhun incəliyindən xəbər verir. Amma həmin səsin sənin varlının qabağında deyil, incəltsən, onu sən bədbəxt olmuşsan. Zəngin bir adamın qabağında sərvətinə, varına görə ikisində də sən dəyişdin. Birində sən təsirləndin,
Birində isə bu müsbət xüsusiyyətdən qaynaqlandı. Demirəm, varlı görəndə dalaşaq. Bəzi adamlar var, dindarların da içində görmüşəm. Birində pul görəndə deyir ki, məsələn, Allah buna lənət eləsin filan, məsələn, gedib hardan qazanıb. Sən nə işə qalıb hardan qazanıb? Bilirsənsə haramdan qazanıb, dua elə ki, Allah eləsin, halaldan qazansın. Bilmirsənsə, varlı adam görəndə əsəbləşmə. Bolşevik deyilsən sən. Ki, hamı gərək, məsələn, kasıb olsun. Paxıllıqdan yaranmış düşüncələrdən biri də bolşevizm, həmin o bolşevikli idi. Paxıl adamları daha çox cəlb edir. Ədalət şüarı hərdən paxılların su-istifadəsi üçün bir vasitədir. Ədalət üçün paxıldır özü. Heç kəsi gözü götürmür. Deyir ki, yəni mənə olmasa ona da olmasın. Bu məntiqlə ədalət tələb edir bu əslində. Əgər dəyişmək zəiflik əlamətidirsə, qorxu əlamətidirsə, bu mənfi dəyişkənlidir. Əgər ixtiyari şəkildə insan şəraitə uyğun, adekvat olaraq mövqeyini dəyişirsə, şəraiti dəyərləndirir, görür ki, indi belə davranmaq lazımdır, bu əksinə şəxsiyyətin güclülüyünün göstəricisidir. Allah bəndəni hər şəraitdə imtihana çəkir. Bəzi aktyorlar var, deyirlər ki, həm müsbət rolda oynamaq istəyirəm, həm mənfi rolda oynamaq istəyirəm, həm varlı oynamaq istəyirəm, həm kasıb rolunda oynamaq istəyirəm. İstəyirəm o potensial tam üzə çıxsın. Allahın bəndələri də belədir. Allah müxtəlif zamanlarda, müxtəlif şəraitlərdə onları imtihana çəkir ki, görək şəraitə uyğun davranacaq ya yox. Həzrət Əli əleyhissalam, yəni deyirəm, döyüşlərdə vuruşur, ən öndədir, canını fəda eləyir. Bir gün gəlir ki, şərait elədi ki, din üçün sakit oturmaq lazımdır, gedir oturur evində. Amma biri var, deyir, yox, cihad, Zübeyir. Qılıncı çəkir, deyir, mən döyüşəcəm, əlinin haqqını müdafiə edəcəm. Çünki dindən ancaq bir hissəni götürüb və salam. Şərait zət başa düşmür. Mən döyüşəcəm, qılınc çəkir, siz təsəvvür edin Həzrət Əlini müdafiə edən bir dənə adam Zübeyir idi ki, sonra getdi müharibə elədi. Ondan döyüşdü və Həzrət Əliyə qarşı ömrünün axırında Həzrət Əliyə düşmən olaraq dünyasını dəyişdi. Bəndəlik budur ki, situasiyaya uyğun hiylə işlətməyəsən, gündə bir rəngə boyanasan, yox. Situasiyaya uyğun ağılla, məntiqlə qərar verəsən. İndi necə davranmalıyam, nə şəkildə davranmalıyam? Peyğəmbərə qoşulanların çoxsu elə gəlmişdi, havaya düşüb gəlmişdi. Təsirlənib gəlmişdilər. Qüdrət görmüşdülər Peyğəmbərdə, başına dolanırdılar. Hələ xəstələnən kimi başladılar. Heç hələ dünyasını dəyişməmiş. Bir də zəiflədi, xəstələndi, başladılar. Mən bir məqam sahibinə hörmət eləyirəm. Hardan bilim ki, bu hörmət nədən qaynaqlanır? İmtihan elə özü. Gör, o məqam sahibi, sabah məqam sahibi olmayanda da hörmətin qalacaq, yoxsa yox. Bundan özü imtihan eləyə bilərsən. Bəzən görürsən, mən filan ruhaniyə hörmət eləyirəm, çünki şan şöhrəti çoxdur, çox tanınıb, başında adam çoxdur. Nə bilim ki, mənim səmimidir hissim yoxsa yox, özü imtihan elə ki, sabah hamı ondan üst çevirib çıxıb gedəndə münasibətin həmin şəkildə qalacaq, əgər o düz qalıbsa, əlbəttə, o özü düzdürsə. Qüdrətli şəxsiyyətlər belədir. Mühitin təsirindən, cəmaatın ümumi axınına düşüb hərəkət eləmirlər. Allahın dininə belə adamlar lazımdır. Allah deyir, bəşəriyyətin ağ günü o zaman gələcək, insanlar mühitdən müstəqil olacaqlar. Azad olacaqlar, müstəqil olduqları zaman xoşbəxt olacaqlar. Axir zaman imtihanları nədir? Hədislərdə çox vardır. Axir zamanda imtihanlar çox olacaq. Nəyi yoxlayacaqlar? Nə qədər müstəqilsən? İctimai mühit bulanacaq. Dünən etimad elədiyin adam haqqında bugün müncür şayələr düzələcək. Müncür sözlər danışılacaq. Sən ona təsirə düşəcəksən, yoxsa yox? Kim özünü müstəqil qoruyub saxlaya bilsə, deyirlər, İmam Zaman səhabəsi. Biz elə bir bulan mistik söhbətlərdir. Xeyr, real həyatla bağlıdır. İmam Zaman səhabəsi, yəni müstəqil şəxsiyyətlər. Mühitin əsiri olmayan adamlar. Qərarlarını ağılla verən insanlar. Yoxsa havaya düş bura gəl, sonra başqa hava çalınsın, ged ora. Mən bütün halallıqları qəbul edirəm və insanların heç də hamısını qınamıram. Bəzən olur, adamlar təsirlənir, sonra gəlir,
halallıq istəyir, cavan adamdır, görsən də düşüb təsirə, məsələn, gəlir deyir ki, mən dərhal, heç deyirəm, məndən halallıq istəməsəz də olar, bunun hamısını deyirəm. Amma adam var, bəlkə 5 dəfə halallıq alıb, 5 dəfə. İndi deyirsən, yaxşı adamsan, üzr istəyirəm, sabah deyir, yox, bu pis adamıymış. Yenə başlayır, nə gəldi danışmağa, sonra yenə gəldi, halal elə, hey, bax, mühit, nə sözlər dəbdədirsə, o sözlərin təsirinə düşür. 100 dəfə də halal eləyirsən, amma bir özü bax, gör ki, belə şey olar. İnsan mövqeyini bu qədər sürətlə dəyişsin. Məsumlar, bitirirəm söhbətimi. Sözümü bitirirəm. Məsumlar, 14 məsumun hamısı buna çalışıblar ki, müstəqil insanlar formalaşdırsınlar. Fikir versəniz, məsumlar özlərinə tərəfdə dəvət eləyəndə, Allaha tərəfdə dəvət eləyəndə ifrat təbliğat üsullarına müraciət eləməyiblər. Çox bəzəsinlər, düzəsinlər, dairdən qabıqdan ki, cəmaatı manipulyasiya eləyə, eyb yoxdur, hər yolla haqqa bağlayaq. Məsumlar ağır hərəkət eləyiblər. Çox fədakar olublar. Gecələr deyib, Peyğəmbər ağlayıb, dua eləyirdi cəmaatın hidayəti üçün. Allah deyirdi, bu qədər özünü öldürmə. Amma əməldə o qədər də səs-küy salmayıblar ki, cəmaat müstəqil şəkildə haqqa bağlansın, müstəqil olaraq bağlansın. Ona görə də imamlar qərib qalıb. Ona görə imamlar tək qalıb. Haqqın məzlumiyyətinin səbəblərindən biri budur ki, batil yolda olanlar hər vasitə ilə çəkir, cəmaatın da psixologiyasını tutur, necə, nə eləmək olar. Bunlar da deyir, Əleyhisselam deyir ki, o psixologiya mən hamıdan yaxşı bilirəm. Qalsa bu cəmaatı özümə tərəf çəkməyə, onlardan mahir bazararam bunu, amma mənim yolum deyil bu. Mən qarşımdakına hörmət eləyirəm. Qarşımdakı özü qərar verməlidir, şuurlu seçim eləməlidir. Adam az gələcək, qoy gəlsin. Eyb yoxdur, məni öldürəcəklər, qoy öldürsünlər. Amma mən hətta cəmaatın belə deyə də qul olması bahasına iqtidar istəmirəm. Mənə azad cəmiyyət lazımdır. Mən iqtidarı nə edirəm ki? Qüdrəti nə edirəm mən? Mənə qüdrət mənim nəyimə lazımdır? Mənə lazımdır insanlar azad, şuurlu seçim eləyə bilsinlər həyatda. İmam Hüseynin yoluna baxın, qəribədir. Cəmaat vəd verər, başına adam yığar, imam özündən adamları ayırır. Kərbəla yolunda nə qədər adamı deyir ki, sənə yol pulu da verirəm, çıx get, sənin işin deyil bura. Bu gəlib, həmin o, necə deyim, haya düşüb gəlib, küyə düşüb gəlib, elə bilir burada nəsə var, qazanc var. O da onların hamısını açıq deyir ki, bu ölüm karvanıdır, bu şəhadət karvanıdır. Özündən qopardır. Özündən qopardır. Çünki görür ki, düz qoşulmayıblar. Nəinki ifrat cəzb eləmir, əksinə getməklərinə şərait yaradır. Getməklərinə şərait yaradır. Getmək üçün nə bəhanə tapa bilər adam ki, qoysun getsin. İmam özü o bəhanəni verir. Nə deyir? Aşura gecəsi hamını toplayır. Eşitmişsiniz bir sərkərdə yanındakilərine deyə gedin, olmayıb tarixdə. Hamı deyir, qalın, yaxşı olacaq, əli olacaq, birinə bir şey vəd eləyir, o belə demir. Hamını toplayır, birdən bəhanə tapmağa çətinlik çəkərlər, deyir ki, bunların davası mənnəndir, sizdən işlər yoxdur. Sizin qalmağınız da mənə kömək eləməyəcək, mən də sizdən razıyam. İndiyəcən bəsdir, sədaqətinizi göstərdiniz, çox sağ olun, ayrılıb gedə bilərsiniz. Qapı açır ki, gedin. Nə üçün? İstəyir ki, müstəqil, şuurlu seçim əsasında qalanlar qalsın, azad adamlar qalsın. Mənə şuurlu seçim edən adam lazımdır. Birinin oğlu əsir düşür, İmam Hüseynin sahabələrinə. Deyir ki, ağa, mənə xəbər gəlib ki, övladım əsir düşüb. İmam dərhal deyir ki, get, eşitmişəm ki, əsir düşüb, get. Deyir, baxır Əli Əkbərə, ağlayır. Deyir ki, necə gedim? Mənim övladım sənin övladından artıqdır. Belə kişilər lazımdır. Əksinə istiqamət verir. Hətta Həzrət Abbasa, Həzrət Əbəlfəzə baxır, deyir, sənnənəm, sən də gedə bilərsən. Hamımız aiddir. Sual verirəm, İmam Hüseyin istəmir onlar qalsınlar. Əlbəttə ki, istəyir qalsınlar. İstəyir qalsınlar ki, xoşbəxt olsunlar. İstəyir qalsınlar. Bəs niyə deyir gedin? Qalıb necə qalacaqlar, məsələ bundadır. İmam Hüseyin istəyir ki, onlar tam azad özləri qərar verib qalsın.
müstəqil, şuurlu seçim əsasında qərar verib qalsın. Onların qalmağının qiyməti ondaydı ki, qalmaqlarına mane olur ki, daha yaxşı qalsınlar, keyfiyyətli şəkildə qalsınlar. Ona görə onlar dəyər tapdı, oldu Kərbəla şəhidi. İndi milyonlarla insan gedir İmam Hüseynin adının yanında, onlara da salam verir Kərbəlada, təzim eləyir. Milyonlarla insan gedir onların qəbrinin başına dolanır. Niyə görə? Ona görə ki, onlar azad və müstəqil kişilər idi. Özləri şuurlu olaraq imamı seçdilər. Heç bir yan təsir, əksinə hər şey ziddinə idi imamın. Bütün ictimai təbliğat, imam özü də elə eləyirdi ki, qoy mən onlara təzyiq eləməyim ki, məndən qalsınlar. Bütün bu maniyələri aşıb qalandan sonra, ondan sonra deyil, cənnətdə yerlərini göstərdi. Yəni da artıq yetişdiniz. Vəssalam. Siz bütün bu əks təbliğatları, mərhələləri keçdiniz. Bugün Kərbəlada xeymələr qurulur, bu günlərdə. Deyir, xeymələri elə qurmuşdular ki, Əhl-i Beytin kişiləri, qadınların yanında olsun, uşaqlar, məhrəmlər yanında olsun. Deyir, qızlar tez-tez gəlirdi, Həzrət Əvəlfəzin xeyməsinə baxırdı ki, əmmimiz buradadır, ürəklənirdilər. O qorxulu səhrada. Mən bir alimdən bunu eşitmişəm, deyir, İmam Hüseyn istəyirdi söz açsın, öz şəhid olacağından xanım Zeynəbə demək istəyirdi. Xanım Zeynəb sözü dəyişirdi. Olur, adam bir şey bilir ki, baş verəcək. Amma üzə vurmur, keçir üstündən. Həzrət Zeynəb bilir ki, bu karvan hara gəlib, nə üçün gəlib. Amma imkan vermir ki, İmam Hüseyn söz açsın. Hey sözü dəyişir. Nəsə demək istəyəndə gedir güya nəyləsə məşğuldur. 9 gün İmam Hüseyn hey istəyir ki, bu söhbəti gətirsin şəhid olacağına. 9 gün bu baş vermir. Hey sözü xanım Zeynəb dəyişir. Bu uzanır Aşura gecəsinə qədər ki, artıq sabah döyüşdü. Bunu Aşura günü həmişə mən danışıram. İmam Səccad əleyhissalam deyir ki, bibim Zeynəb mənə qulluq edirdi, mən qızdırma içində idim. Elə bil ki, gəldi məqam tapdı İmam Hüseyn ki, Zeynəbə sözü açsın da nəhayətdə, sabah döyüşdü. Onsuz da ikisi də bilir, amma gərək söz danışılsın, hazırlasın onu. Ha istəyir hazırlasın, Həzrət Zeynəb qaçır. Aşura gecəsi oldu nəhayət. İmam Səccad deyir ki, bibim mənə qulluq eləyə-eləyə gördüm ki, atam işarə eləmək üçün, xanım Zeynəbə söz salmaq üçün, sözü gətirmək üçün şeir oxudu ərəbcə. Ya dəhr, uffin ləkə min xəlili. Dedi, ay vəfasız dünya. Deyir, sakitli idi, bibim bu sözü eşidəndə gördüm ki, qəhərləndi və özünü saxlayanmadı. Artıq söhbəti İmam Hüseyn şeirlə açdı. Şeirlə. Şeirlə xəbər verdi, güya öz-özünə şeir zümzüm eləyir. Amma Zeynəbə eşitdirir ki, artıq ayrılıq vaxtı gəlir. Deyir, Həzrəti Zeynəb qaçdı. İmam Səccad əleyhissalam deyir ki, məni qoydu, getdi ona tərəf və deyir, çatanda gördüm ki, çarşabı yerlə sürünə-sürünə gedir. Və deyir, yıxıldı yerə. Yıxıldı, özündən getdi. Deyir, İmam Hüseyn onu özünə gətirdi və dedi, bacı, ehtiyatlı ol ki, şeytan səni azdırmasın. Peyğəmbər məndən üstün idi, getdi. Əli məndən üstün idi. Anam Fatimə, atam İmam Həsən. Xanım Zeynəb deyir ki, onların biri gedəndə digəri ilə ovundururdum ürəyimi. Sən axırıncı yadigarımsan, axırıncı əmanətimsən. Səndən ayrılmaq çətin olacaq. Bunu nəzmə çəkib şair. Bu gecə axır ömrüm, şəbi hicrandı bacı. Mən sənə oğlum Əli Leyliyə mehmandı bacı. Eyləsin zibi kənar, Əkbəri Leyla bu gecə.
Yatmasın sübhə tək o bülbül şeyda bu gecə. Eyləsin öz gülünə yaxşı tamaşa bu gecə. Sübh açılsa görəcəkdi gülü xəndandı bacı. Bu gecə axır ömrüm şəb-i hicrandı bacı. Mən sənə oğlum Əli Leyliyə mehmandı bacı. Ümmü Leyla eləsin zinət Əli Əkbərinə. Sürmə çəksin balamın ahu baxış gözlərinə. Şanə vursun o mələk mənzərimin tellərinə. Gərçi zinətsiz özü bir məh-i-təbandı bacı. Bu gecə axır ömrüm şəb-i hicrandı bacı. Mən sənə oğlum Əli Leyliyə mehmandı bacı. Əsğərim dərrə-i cananıda candan keçəcək. Əlləri müstəbalam su yerinə qan içəcək. Boğazın xəncər bürran kimi peykan biçəcək. Şiir-i xarəm bu minadə quzu qurbandı bacı. Bu gecə axır ömrüm şəb-i hicrandı bacı. Mən sənə oğlum Əli Leyliyə mehmandı bacı. Gözüm Abbasa baxır, qəlbidə artır ələmim. Verəcək baş, qalacaq baş açıq əhli hərəmim. Sınacaqdır qoşunum, həm yatacaqdır ələmim. Şaxəsi sərv-i qədi, zinət-i meydandı bacı. Bu, bacı ilə qardaşın münacatıdır. Bu günlər çox çətin idi qızlar üçün. Onlar hörmətli bir mühitdə böyümüşdülər. Əhl-i Beytin davranışına mən baxmışam kitablarda. Xanım Zəhra məsələn İmam Hüseyni belə çağırardı. Ya səmərətə fuadi, ya qurrətə eyni, ay gözümün nuru, ay ürəyimin meyvəsi. Nəvaziş içində böyüyən uşaq birdən elə çətin vəziyyətə düşəndə 2 qat ağır olur. Onlar səhrada yaşayan uşaqlar deyildi. Tikanlı səhralar onlar üçün yad yerlər idi. Və həmişə hörmət, izzət, məhəbbət görmüşdülər. Ona görə bunu oxuyanda mənim ürəyim çox yanır. Düşmən yazır, düşmən danışır. Deyir ki, biz çadırlara hücum eləyəndə, keçən illərdə də bunu demişəm, o çadırları dairəvari düzəltmişdilər, yəni arxadan qaçış yox idi. Deyir, biz gəldik, onlar deyib bizə tərəf gəldilər. Onlar başa düşmürdülər ki, biz nə eləmək istəyirik. Onların ağlına gəlmirdi. Onlar bilmirdilər ki, uşağa əl qaldırmaq olar ümumiyyətlə. Bunlar döyülmək görməmişdilər, ağır söz eşitməmişdilər. Ona görə düşmən deyir ki, biz onlara tərəf gələndə bunlar bizi qarşılamağa çıxdılar. Deyir ki, biz qamçıları çıxardanda deyir, onların gözündə elə vəhşət gördüm. Çox qorxulu bir hal aldılar. Çünki döyülən uşaq adiləşir onun üçün. Amma ehtiram olunan, hörmət görən uşaq ağlına sığışdırmır deyib, biz qamçını çıxardıb onları vuranda gözlərində heç vaxt görmədiyimiz bir vəhşət işarəsi var idi, əlaməti var idi. Deyib, biz başladıq atlar qabağında onları qaçırtmağa. Təsəvvür eləyin Hüseynin övladlarını, qızlarını. Və deyir, həmişə axı qızın bir çətinliyi olanda, nəsə o təhlükə olan kimi atasına tərəf qaçar. Deyir, qeyri-ixtiyari qaçdı atasının nəşinə, bədəninə tərəf. Gəldi, dedi, atam, nə uzanmısan, görmürsən neynirlər, görmürsən ki, bizi at qabağında qaçırırlar. Deyir, ey Səkinə, salamımı məni sevənlərə çatdır, İmam Hüseynin sifarişidir. Onlara denən ki, nə vaxt səhərin su içsələr, məni yad etsinlər. Nə vaxt bir şəhid cənazəsi gəlsə, əvvəl mənə ağlasınlar. Bir qərib adam öləndə mənə ağlasınlar. Xalqımızın bu adəti var. Mən fikir vermişəm ki, şəhid cənazəsi gətiriləndə, cavan adam öləndə, ya Hüseyin deyər. Bu İmam Hüseynin sifarişidir. O uşaqlara ağlamaq da qadağan idi. Bunları tarixdən danışıram, amma mən əfsanə danışmıram. Tarixdə qeyd olunub ki, ata səsi eşidən kimi, ata naləsi eşidən kimi, uşaqların ağlamaq səsini eşidən kimi qamçı ilə başlarının üstündə durub vururdular. Ağlamağı da qadağan eləmişdilər. Uşaqlar içində çəkirdi. O qızlardan birinin balaca ürəyi dözmədi. Ürəyə qəm çöktükcə dözmədi ürəyi. Şamın xərabəsində xanım Zeynəb deyir ki, gördüm, gecə oyanıb yenə ağlayır.
Durdum yuxudan, dedim, qızım, niyə aram olmursan, niyə yatmırsan, yemək istəyirsən, su istəyirsən? Dedi, acam, susuzam, amma nə yemək, nə su istəmirəm. Mən atamı istəyirəm. Atamdan başqa heç nə istəmirəm. Kim onun ziyarətinə gedib Şamda, Suriyada deyirlər ki, oyuncaq aparır cəmaat onun ziyarətinə. Çox gözəl ənənədir. Qız uşaqları əlində oyuncaq gətirirlər onun məzarına. Mənası budur ki, yəni uşaq ağlayanda onu sakitləşdirəndə oyuncaq verərlər. Day atasının kəsik boğazını, kəsik başını gətirib qarşısında qoymazlar. Xanım Zeynəb deyir, elə ki, o başı gətirdilər xarabəyə, gördüm ki, qolların çirmələdi. Əvvəl qolların göstərdi atasına ki, bax gör qollarımı necə göyərdiblər. Deyir, gördüm, danışdı. Həzrət Zeynəb deyir, gördüm, səsi kəsildi, day danışmır. Elə bildim, yuxuya gedib. Sevindim ki, yuxuya gedib, aram olub, atasını görüb, sakitləşib. Xanımlara dedim, səs salmayın, deyəsən uşaq yatdı. Yaxınlaşanda gördüm, elə bir mənzərə gördü ki, Həzrəti Zeynəbin naləsi ucaldı. Gördüm, baş düşüb bir tərəfə, İmam Hüseynin o 3 yaşlı qızının bədəni düşüb bir tərəfə. Əla lənətullah, ələl qavmi zalimin.